Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Akademik Dövlət Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova işdən çıxarılıb. Xəbər verilir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə bildirib. Mehriban Xanlarova deyib ki, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərovun əmri ilə işdən azad edilib. Qeyd edək ki, Mehriban Xanlarova bir neçə gün öncə sosial şəbəkədəki paylaşımında işdən ayrılmaqla bağlı ərizə yazdığını bildirmişdi. Bakıda gənc oğlan məktəbin həyətində ölüb. Azxəbər.com xəbər verir ki, 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmovun infarktdan öldüyü bildirilir. 17 yaşlı məktəblinin fotosunu təqdim edirik.